Şuşa şəhərinin mərkəzində yerləşən Yeni Şuşa məscidi layihəsi 3,3 hektar ərazidə layihələndirilmişdir. Təməli 2021-ci ildə ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə bir əsas bina, bir inzibati bina, 4 texniki bina, nəzarət buraxılış məntəqəsi və 2 ədəd avtodayanacaqdan ibarətdir. Məscid binasının forması 8 rəqəmini, minarələr isə 11 rəqəmini, yəni qələbə gününü simvolizə edir. Məscid binasında eyni vaxtda 500 adam ibadət edə biləcək. Bu cür eksklüziv layihədə iştirak etmək və doğma torpaqlarımızın inkişafında şahid olmaq mənim üçün böyük şərəfdir.